gəzəyən kişilər qadına qarşı çox qısqanc olurlar. Mən də eşitmişəm onu. Heç vaxt onları məsəl üçün rəfiqə çevrəsi ilə, sinif yoldaşları ilə görüşə, harasa getməyə heç vaxt qoymazlar. Niyə bilirsiniz? Çünki özü belə deyək də gözü başı oynayan tiplərdəndir. Hər yerdə qadınlara, gözəl qadınlara baxır və dərk eləyir ki, yoldaş da gözəldir. Deməli kiminsə də yoldaşı mənim yoldaşıma o cür gözlə baxa bilər. İrayda xanım, o zaman belə desək doğru olarmı? Qeyd edirsiniz ki, çox qısqanc kişi özgüvəni olmayan kişidir. Bəli. Yəni ondan ehtiyat edir ki, özündən daha üstün olacaqdır və o sahib çıxacaq onun qadınına. Yəni qadınım görəcək ki, məndən daha üstünü var, daha yaxşısı var. Bəli, heç xəyanət eləməsə belə ağlından o fikrin keçməsi belə buna böyük zərbədir. Və mütəxəssis dəstək almağı mən hər zaman qeyd edirəm. Yəni istənilən bir psixoloji problem varsa, bunu həll etmək qat-qat asandır. Və belə bir fikir oxumuşdum ki, bir kişi həyat yoldaşına nələri qadağan edirsə, özü başqa qadınlarda məhz ona baxır. Bəli.